Neftçilər metrosuna yaxın Xəzər Universitetinin arxasında yeni binada 3 otaqlı təzə təmirli mənzil satışa çıxdı. İlk öncə sizə mənzilin geniş olan qonaq otağını göstərim. Təmirdən sonra yaşayış olmayıb. Qonaq otağının qarşısında açıq eyvanı var. Görüntü şəhər istiqamətinədir, dəniz istiqamətinədir. Bütün otaqlarda pərdəli üstür asılıb. Otaqların döşəməsi laminat istilik sistemi, kombi sistemidir. Mənzilin mətbəx hissəsi. Mənzilimiz onu da xatırladım ki, yelçəkən mənzildir. Mətbəxi də genişlik, qarşısında açıq eyvanı var. Mebeli tam yığılıb, aksesuarlar quraşdırılıb. Döşəmə qranit mərmərdə isti döşəmə ilə təchiz olunub. Sanitar qovşaqları ayrı-ayrıdır. Ümumilikdə olan sanitar qovşaq və tək sanitar qovşaq. Bütün aksesuarlar yığılıb. Mənzilin dəhlizi də geniş və işıqlıdır. Giriş qapısı sağ tərəfində geniş bir dəhliz mebeli yığılıb, sol tərəfində güzgüla sarılıb yığılıb. Birinci yataq otağı, otaqları çox genişdir və mənzilin ikinci yataq otağı. Bu yataq otağının da qarşısında özünə məxsus eyvanı var. Əziz izləyicilərimiz, gördüyünüz bu mənzil 17 mərtəbəli binanın 11-ci mərtəbəsində yerləşir. Qanuni 3 otaqda 139 kvadrat ümumi sahəsi var. Sənəd müqavilə qiyməti 335 min manat. Kimə maraqlı olsa buyurub zəng edə bilər. Sağ olun, biz izləmədə qalın.